limon bitkisinin budaması haqqında danışırıq. Bu gövdə üzərində mən sizə budamanı göstərirəm. Yaşıl zoğ inkişaf edib. Biri çölə baxır, bu çölə baxır. Biri içəri. İçəri baxanı mütləq biz buradan kəsməliyik. Bunu əllə də kəsmək olur. Saxlamıram. Gələn il üçün bu yaşıl zoğu saxlayıram ki, yetişsin, budaq olsun. Və bu ana stoldan burada bir zoğ aşağı istiqamət götürür. Bir zoğ isə yuxarı. Və buranı görürsünüz, açdım. Lakin bu o demək deyil ki, burada zoğ yoxdur. Bir zoğ, baxın, iki zoğ. Bunu da buradan kəsirik. Yəni, budamada əsas bu prinsipi, yaşıl budamada diqqətinizə saxlayın, bu texnikadan istifadə edin. Burada məqsəd nədir? Əsas məqsədimiz, baxın, bu hissədən yaşıl zoğlar kəsilir. Bu zoğa, gördüyünüz bu zoğa qida elementləri daha çox sərf olunur və həm ümumi olaraq zoğ yaxşı yetişir, qidaları çox olur. Gələcək üçün çiçək açması üçün də yaxşı əlverişli şərait yaranır. Və əlavə olaraq burada sıxlıq var idi. Sıxlıq olanda da xəstəlik zərərvericilər çox ola bilir və bunun qarşısını almış oluruq. Və bir də ən əsası da bitkinin bütün orqanlarına günəş şüalarının düşməsini təmin edirik.